1986-cı ildə baş vermiş Çernobıl qəzası haqqında danışa bilərik. Bu, tarixdəki ən böyük nüvə fəlakətlərindən biri idi. Lakin bu hadisə yalnız böyük bir fəlakət olmaqla qalmayıb, həm də çox sayda maraqlı və qeyri-adi tərəfləri ilə yadda qaldı. Çernobıl qəzası yalnız o dövrün deyil, bütün dünya üçün bir dərs oldu. Nüvə enerjisinin nə qədər təhlükəli və nəzarətsiz ola biləcəyini bir daha sübut etdi. Amma bir maraqlı fakt da var. Fəlakətdən sonra Çernobıl ətrafındakı təbiət illər boyu özünü bərpa etdi. Bölgə, insanların heç vaxt ayaq basmadığı bir yaşayan laboratoriyaya çevrildi. Hətta bəzi növlər, insanların olmadığı mühitdə inkişaf edərək daha da gücləndilər. Bu hadisə göstərdi ki, təbiət özünü bərpa etmək gücünə sahib olsa da, insanların yanlış qərarları və texnoloji irəliləyişlər təbiəti necə dəyişdirə biləcəyini göstərdi. Çernobıl həm də gələcəkdə daha təhlükəsiz və məsuliyyətli yanaşmaların vacibliyini anlamağımıza kömək etdi.